Bugün Əsa Teatrının Hamlet tamaşasının növbəti nümayişidir. Tamaşa neçənci dəfə nümayiş olunmağına baxmayaraq biletlər bitir. William Shakespeare'in bugün həm də 461-ci doğum günüdür. Sən nə danışırsan? Sən mənim atamı necə görə bilərsən? Qulaqsın, danışdan eşkinə danış. Sakit olun. Bugün çox həyəcanlıyıq və nə xoş ki, biz belə gündə Shakespeare'in ən məşhur əsərlərindən, ən məşhur faciələrindən birini səhnəyə qoyuruq və bugün bizim üçün çox əlamətdar bir gündür. Əsa Teatrının tamaşaları doğrudan da həmişə anşlaqla keçir. Bu sevindirici haldır. Yaşasın Əsa, yaşasın teatr. Uğurlar hamımıza. Bunu bilməlisən Nəcib oğlum. Atanı öldürən o əfi ilan qoyub öz başına.